Herkese salam. Kanalımıza hoş gelmişsiniz. Bugünkü videomuzun mövzusu ismin cəmidir. Videonun sonunda mövzu ile bağlı tapşırıqlar ve öğrenməyiniz üçün yeni sözler olacaq. Eğer belə videoları bəyənirsinizsə, like atıp kanalımızı izlemeyi unutmayın. Dəstəyiniz bizim üçün çox vacibdir. Elə isə başlayaq. İsmin cəmi, qadın və kişi cinsində olan isimlərin cəmi bənzər formada düzəlir. Burada müəyyən hərflərə fikir vermək lazımdır. İsmin sonunda əgər burada da gördüyünüz hərflərdən biri olarsa sonunda, bu halda isim i hərfi ilə cəmlənir. Bu hərflərdən ya, məkk znak işarəsi, y hərfi, ikratka, Rusça elə deyilir. K, X, Ç, J, Ş, Ş hərfləri olduqda isim i hərfi ilə cəmlənəcək. Bu, qadın və kişi cinsində olan isimlərin cəmlənməsidir. Əgər burada qeyd olunan siz gördüyünüz hərflərin içindən hər hansı bir hərf olsa, ismin ən sonuncu hərfi olaraq isim i hərfi ilə cəmlənəcək. Nümunə olaraq Slavar sonunda məkk znak işarəsi var. Cəmdə slavari, yəni lüğət, lüğətlər. Ya ilə bitən simya sözü var. Ailə cəmdə ya hərfi gedir və əvəzinə i gələcək və beləliklə semyi ailələr. Tutaq ki, ismin sonunda biz müəyyən bir hərflər var ki, ikisi bir yerdə olarsa ismin sonunda, o halda da i hərfi ilə isim cəmlənəcək. Tutaq ki, qa, ka, xa, ça. Bunları biz görsək və bizim ismimiz bu halda yenə i hərfi ilə cəmlənəcək. Qa, ka, xa, ça. Kniga, sonda qa, iki hərf birlikdə. Belə halda isim cəmdə knigi, kitablar formasında olacaq. Ruçka, sonda k, a, ikisi birlikdə və isim ruçki variantı ilə cəmlənəcək. Əgər burada qeyd olunan hərflərdən biri deyil də başqa bir hərf olarsa, söhbət gedir amma kişi və qadın cinsində olan isimlərdən. Bu halda isimlər ı hərfi ilə cəmlənəcək. Nümunə olaraq maşına sonda n, a ikisi birlikdədirlər və bu halda isim yuxarıda qeyd olunan yəni hərflərdən biri olmadığına görə ismimiz ı hərfi ilə cəmlənəcək. Maşına, bir maşın, maşını, maşınlar. Vapros, sual. Sonuncu hərfi s hərfidir və biz bu ismi də ı hərfi ilə cəmləyəcəyik. Çünki burada qeyd olunan hərflərdən biri yoxdur. Bu həmin s hərfimiz bu hərflərin içində deyil. İmya, vremya tipində olan isimlər özünə məxsus bir formada cəmlənirlər. Bir isim imya, ad deməkdir. Onun cəmləməsi imena, adlar. Digər isim isə vremya, vaxt, zaman və onun da cəmləməsi vremena tipində olacaq. Orta cinsdə olan isimlərin cəmlənməsi iki sözün cəmlənməsini öyrənməklə yadda saxlaya bilərik. Akno, pəncərə, okna, pəncərələr. Cəm forma a hərfi ilə alındı. More, dəniz, marya, dənizlər. Burada da cəm forma ya hərfi ilə düzəldi. Beləliklə gördüyünüz kimi orta cins cəmində əksər hallarda biz ismin cəmində sonunda a ya da ya hərfi ilə ismi cəmləyirik. Bəzi isimlər var ki, kökdən dəyişmiş formada olur bunların cəm forması. Bunlardan nümunə olaraq rебенок, дети, uşaq, uşaqlar, человек, люди, insan, insanlar. Və bu dərsin izahından sonra yazılı formada onlar veriləcək. Bunları sadəcə yadda saxlayıb öyrənmək lazım.